Mentorla söhbət rubrikamıza xoş gəlmisiniz. Bugün ilk buraxılışımızdır və bizimlə mentorumuz Elnarədir. Gəlin onu daha yaxından tanıyaq. Salam, adım Elnarədir və hal-hazırda Future Lab'da məhsul sahibi kimi çalışıram. Violetta mentorluq proqramı ilə necə tanış olmusunuz? Əslində bu proqramı görəndə özüm mentor kimi müraciət eləmək istəmişdim, amma müraciət etməmişdim. Və düz 2 aydan sonra mənə Violetta proqramının təşkiçisi LinkedIn-də yazdı və dedi ki, bəs data sahəsində bir mentor axtarılır. Mən də düşündüm ki, həm biznes sahədə, həm data sahədə təcrübəm var və həmçinin də qızlara töhfə göstərə bilərəm və bununla Violetta mentorship proqramına qoşuldum. Mentor olmağa sizi nə təşviq etdi? Şəxsi təcrübəniz, gördüyünüz ehtiyac, yoxsa kiminsə təsiri? Düşünürəm ki, şəxsi təcrübə, çünki mənim həyatımda da bir neçə güclü xanım mentor olub və mən də indi xatırlayıram ki, nə yaxşı ki, onlarla tanış olmuşam, çünki onlar da məni bir növ motivasiya verdilər və bəlkə bugünkü Elnarə sırf onların mentorship proqramından keçən deyə Elnarədir. İndiyə qədər neçə mentiniz olub və bu təcrübələrdən sizə ən çox yadınızda qalan hansıdır? Əslində 8 illik təcrübəmdə bir neçə menti olub, hətta deyərdim ki, 10-a yaxın. Amma sırf Violetta mentorship proqramında mənim 4 möhtəşəm bir mentim olub. İndiyə qədər mentor kimi sizi ən çox qürurlandıran an hansı olub? Mənim bir mentim var idi, Fatimə, və biz onunla təqribi 1 il işlədik və maraqlısı odur ki, düz 1 ildən sonra həmin xanım bank sahəsində kiçik mütəxəssis kimi işə başlayıb. Mənim yadımdadır ki, biz onunla işləyəndə Fatimə heç bilmirdi ki, ümumiyyətlə bu sahəyə getməyə dəyərdi yoxsa yox, amma düz 1 ildən sonra həmin xanım mənə yaxınlaşdı və dedi ki, artıq mən banka işə qəbul oldum. Əla. Fatimənin elə misalından yola çıxaraq, necə düşünürsünüz? Uğurlu mentor olmaq üçün hansı keyfiyyətlər vacibdir? Düşünürəm ki, burdan hər gün özünüz başa düşməlisiniz ki, işləmək lazımdır. Yəni mentor sizə sadəcə bir istiqamət verir. Mentor sizə ola bilsin ki, hər hansı bir tövsiyə verəcək ki, 5 səhv etməyəsiniz, ola bilsin ki, daha yüngül səhvlər eləyəsiniz. Amma düşünürəm ki, mütləq şəkildə işləmək lazımdır. Çox çətin olsa belə yenə də davam etmək lazımdır. Mentinizin motivasiyasını qorumaq üçün hansı üsullardan istifadə edirsiniz? Mən həmişə mentilərimə deyirəm ki, ümumiyyətlə uğursuz olmaqdan qorxmayın. Çünki hər bir uğursuzluğun arxasında çox gözəl bir insanlar, çox gözəl bir xəyallar, arzular var. Yəni bu o deməkdir ki, əgər sizin hər hansı bir arzunuz varsa, siz onu edə bilərsiniz, siz onu reallaşdıra bilərsiniz. Amma təbii ki, dediyim kimi, bu davamlı şəkildə olmalıdır, davamlı şəkildə onun üzərində işləməlisiniz, heç nədən qorxmamalısınız. Və bir gün siz görəcəksiniz ki, əslində siz həmin arzunuzu reallaşdırdınız və siz o qədər xoşbəxtsiniz ki, və həmişə özünüzə baxıb deyəcəksiniz ki, nə yaxşı ki, mən bunu bacardım və bunu etdim. Növbəti sualımız, gənclərə və yeni başlayanlara hansı 3 əsas tövsiyəni verərdiniz? 1. Davamlılıq. Nəyi eləyiriksə davamlı şəkildə etməliyik. 2. Yeni trendlərin izlənilməsi. Təbii ki, dünya o qədər tez dəyişir ki, biz hər şeydən xəbərdar olmalıyıq. Və 3. Yeni fürsətlərə açıq olmaq. Nəyə görə açıq olmalıyıq? Ona görə ki, yeni insanlar, yeni bilgilər, yeni fürsətlər bizim həyatımıza gələ bilər. Necə düşünürsünüz? İş dünyasında bugün ən çox hansı bacarıqları inkişaf etdirmək lazımdır? Mütləq şəkildə çevik olmaq lazımdır. Dünya o qədər tez dəyişir ki, bugün biz data ilə işləyirik, amma sabah da ola bilsin ki, daha yeni texnologiyalarla işləyəcəyik. Menti ilə işləyərkən özünüzün də öyrəndiyiniz maraqlı dərslər olubmu? Olubsa hansılardır? Elə keçən ildən mən sizə biraz danışa bilərəm. Çox maraqlıdır ki, keçən ildən mənim proqramıma artıq 3 menti yazılmışdı və mən düşünürdüm ki, bəs mən də işləyirəm, mənim də artıq öz mentorum da var və həmçinin də 3 menti də gəlir. Mən bunu necə bacaracağam? Amma burada time management, yəni vaxtını necə idarə etmək lazımdırsa, bu mənim üçün çox çətin idi, amma mən bunu etdim. Sizcə, Violettin gənc qızlara verdiyi ən böyük imkan nədir? Mən düşünürəm ki,
Digər mentorship proqramlarından fərqli olaraq bu proqram bir neçə tərəflidir. Yəni bu nə deməkdir? Mən deyərdim ki, burada tək siz ancaq öz sahə ilə bağlı mentorship almırsınız. Burada həmçinin də psixoloqla işiniz olur, həmçinin də məsələn elə maraqlı mövzular olur ki, düzgün qida necə olmalıdır? Yəni sizdə düzgün vərdişlər artıq formalaşır, yaranır. Həmçinin də ingilis dilinizi də inkişaf etdirə bilərsiniz. Ona görə düşünürəm ki, çox tərəfli olduğuna görə bu mentorship proqram digər proqramlardan daha yaxşıdır. Beləliklə ilk buraxılışımızın sonuna gəldik. Vaxtınızı ayırdığınız və sualları ətraflı cavablandırdığınız üçün sizə çox təşəkkür edirik. Bizə hər hansı bir son sözünüz varmı? Əslində son sözüm nə ilə bağlı olacaq? Belə bir xanımlar var ki, artıq təcrübəlidir və onlar mentorship proqramına əslində mentor kimi qəbul ola bilərlər. Digər tərəfdən də mentiləri də mən çağırıram. Çünki düşünürəm ki, biz bir-birimizə dəstək olmalıyıq, bir-birimizə kömək etməliyik. Təcrübəli olan xanımlar bizim mentilərimizə dəstək olacaq və bununla mən düşünürəm ki, bu dünyanı biz daha yaxşılaşdıra biləcəyik.